Luke Caffey, thank you very much for joining us. During his address to Congress, President Trump mentioned that Prezident Trump Konqresə müraciəti zamanı Prezident Zelenskidən müharibəni dayandırmaq üçün danışıqlara başlamaq istəyini ifadə edən məktub aldığını qeyd edib. Prezident Trump onun sözləri ilə bu mənasız müharibəyə son qoymağın vaxtıdır deyib. ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Mike Waltz bildirib ki, ABŞ sürətlə sülh danışıqlarına başlamaq və Ukrayna ilə təbii ehtiyatlar haqqında sazişi yekunlaşdırmaq üçün çalışır. ABŞ müharibəyə necə son qoymağı planlaşdırır? Münaqişəni həll etmək üçün ABŞ-ın planları nədən ibarətdir? does the United States have to resolve this conflict? Well, President Trump seems to think that he can. Prezident Trump belə görünür, hər iki tərəfi Ukraynalıları və Rusları danışıqlar masası ətrafında oturmağa və sülhün bəzi şərtləri ilə razılaşmağa inandıra biləcəyini düşünür. Lakin reallıq ondan ibarətdir ki, bu Prezident Trumpın düşündüyündən qat-qat çətindir. Prezident Trump müəyyən rıçaqlara malikdir. Onun Ukraynalılara silah və yardım vermək kimi imkanları var. Ruslar üzərində o, xüsusilə Rusiya iqtisadiyyatının xam neft sektorunu hədəf alan sanksiyaları artırmaq rıçaqlarına malikdir. Təbii ki, o, Ukraynaya silah tədarükünü artıra bilər və bu, Rusiya üzərində təzyiqi artıra bilərdi. Amma indi belə görünür ki, növbəti addım Rusiya tərəfindən atılmalıdır. Prezident Trump sülh prosesinə rəhbərlik etmək istədiyini bildirib. Prezident Zelenski buna hazır olduğunu açıq şəkildə bəyan edib və hətta məhdud atəşkəs təklif edib. İndi biz Kremlin nə edəcəyini gözləyirik. Right now we're waiting to see what the Kremlin does. And President Zelensky emphasized the Prezident Zelenski Ukrayna üçün təhlükəsizlik qarantiyalarının vacibliyini vurğulayıb. Zelenski və onun hökuməti bu qarantiyaları ölkənin suverenliyi və müdafiəsi üçün vacib hesab edir. Ukraynanın hansı konkret təhlükəsizlik zəmanətlərinə ehtiyacı var? ABŞ Ukraynaya hansı qarantiyaları verə bilər? would the United States offer to Ukraine? I understand fully why President Zelensky wants these security guarantees. Mən Prezident Zelenskinin nəyə görə təhlükəsizlik qarantiyaları istədiyini tam başa düşürəm. Onların narahatlığını anlamaq üçün Ukraynanın yaxın tarixinə nəzər salmaq kifayətdir. Bilirsiniz ki, 1990-cı illərdə onlar nüvə silahlarını təhvil verdilər və Rusiya, Britaniya və ABŞ heç kimin onlara hücum etməyəcəyinə dair təhlükəsizlik qarantiyaları verdi. 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra Ukrayna, Avropa və Rusiya liderləri arasında müxtəlif atəşkəs rejimləri haqqında onlarla danışıqlar aparıldı və nəticədə bu atəşkəslərin hamısı pozuldu. Beləliklə, mən başa düşürəm ki, bu dəfə Prezident Zelenski nə üçün gələcəkdə Rusiya tərəfindən təcavüzün olmayacağına dair konkret təhlükəsizlik zəmanəti istəyir. Bunun necə görünə biləcəyinə gəlincə bunu söyləmək hələ tezdir. Amma belə görünür ki, burada Türkiyə də daxil olmaqla Avropanın müxtəlif ölkələrinin sülhməramlı qüvvələri birbaşa rol oynayacaq və yerdə əskəri qüvvə mövcud olacaq. Və buna paralel olaraq ön cəbhədə yerləşəcək biznes və mədən şirkətləri şəklində Amerikanın mövcudluğu olacaq, çünki onlar orada bizneslə məşğul olacaqlar. Amerikanın bizneslərin və Avropa qüvvələrinin birgə mövcudluğu yəqin ki, Ukraynanın təhlükəsizliyi üçün qarantiyanı təmin edəcək. Bu, Rusiyanın yenidən hücumunu dayandırmağa kifayət edəcəkmi? Bunun üçün gözləməliyik. That remains to be seen. The United States Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb ki, bunun Ukraynanın Rusiya qarşı müdafiəsinə mane ola bildiyi hesab edilir. Milli Təhlükəsizlik müşaviri Mike Waltz bildirib ki, administrasiya Ukrayna ilə kəşfiyyat əlaqələrini nəzərdən keçirir. Bu addımın hansı nəticələri ola bilər? be the impact of this move? Well, we don't have too many details about this, obviously because it's a sensitive issue. Bununla bağlı çox detallı məlumatımız yoxdur. Çünki bu həssas məsələdir. Hər iki tərəf, Ukraynalılar və Amerikalılar paylaşdıqları kəşfiyyat məlumatlarının həcmində dəyişiklik olduğunu təsdiqləyiblər. Bəzi insanlar bütün kəşfiyyat məlumatlarının dayandırıldığını iddia edir. Digərləri isə yalnız hücum xarakterli hərbi əməliyyatlar üçün istifadə oluna bilən kəşfiyyat məlumatlarının dayandırıldığını irəli sürürlər. Belə ki, məsələn, Ukraynaya qanadlı raket zərbəsi endiriləcəksə və ABŞ bunu aşkar etsə, yenə də bu məlumatı paylaşacaqlar. Lakin bu, Amerikaya ancaq zərər vurur. Çünki bu müharibədə ədalətli olmaq Amerikanın maraqlarına uyğundur və bu, Ukraynanı güclü mövqedən danışıqlar aparmaq üçün lazım olan silah, material, məlumat və kəşfiyyatla təmin etmək deməkdir.
İndi isə bunu etməyin Ukraynaya bu qədər böyük təzyiq göstərməyin mənası yoxdur. Ümid edirəm ki, Ukraynalılara silah və kəşfiyyat məlumatlarının verilməsində istənilən gecikmə müvəqqətidir. Bu, administrasiya rəsmilərinin bizə söylədiyi şeydir ki, bu müvəqqətidir. Lakin biz bu əlaqələri mümkün qədər tez yoluna qoymalıyıq. It is temporary, but we need to get this relationship back on track as soon as possible. Can you please tell us ABŞ-ın Rusiya ilə münasibətləri ilə bağlı indiki strategiyası nədən ibarətdir? 2 həftə əvvəl ABŞ və Rusiya rəsmiləri Ər-Riyadda bir araya gələrək Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə ediblər. ABŞ-ın Rusiya münasibətdə gözlənilən növbəti addımları nə ola bilər? to Russia? Well, like Donald Trumpdan əvvəlki bir çox prezidentlər kimi istər George Bush, istərsə də Barack Obama olsun, o belə görünür ki, Rusiya ilə anlaşma əldə edə biləcəyini və Rusiyaya etibar edə biləcəyini düşünür. Amma mən sizə zəmanət verə bilərəm ki, əvvəlki prezidentlər kimi George Bush və ya Obama kimi o da Rusiyaya etibar edə bilməyəcəyini öyrənəcək. Strategiyanın nədən ibarət olduğunu, nəyə görə Rusiya ilə bu yanaşmanı seçdiklərini dəqiq bilmirəm. Bu, düzünü desəm, tapmacadır. Lakin o tezliklə öyrənəcək ki, Rusiyaya etibar etmək olmaz. Çünki Putin 1990-cı illərin sonunda hakimiyyətə gələndən bəri bu belədir. Vladimir Putin bir dəfə də olsun sübut etməyib ki, o, ABŞ-ın tərəfdaşı ola bilər və bu, Donald Trumpla dəyişməyəcək. European leaders demonstrated Avropa liderləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstək nümayiş etdirərək Kiyevə təhlükəsizlik qarantiyaları verməyə hazır olduqlarını bildiriblər. Avropa ölkələri Ukraynaya lazım olan hərbi yardımı göstərə bilərmi? Ukraine needs. if they want to, they can. Əgər istəsələr, edə bilərlər. Lakin bunun reallaşması üçün sərt qərarlar qəbul etmək üçün müəyyən siyasi iradə tələb olunacaq. Onlar öz hərbi qüvvələrinə daha çox investisiya qoymalıdırlar. Onlar müdafiə sənayesi bazasına daha çox investisiya qoymalı və müxtəlif Avropa ölkələri arasında ortaq mövqelər tapmaq üçün daha yaxşı iş görməlidirlər. Amma təbii ki, demək istəyirəm ki, tarix bizə göstərir ki, Avropa işləmək istəsə, bir problemə birlikdə və lazımi resurslarla yanaşmaq istəsə, buna nail ola bilər. Unutmaq olmaz ki, Rusiya iqtisadiyyatı təxminən İtaliya iqtisadiyyatı ilə eyni ölçüdədir. Və unutmaq olmaz ki, Avropada 2 nüvə dövləti var, Fransa və Böyük Britaniya. Deməli, bunu etmək istəsələr, edə bilərlər. Sual budur ki, onlar bunu edəcəklərmi? Is, do they want to? And in France, Fransada prezident Macron müraciətində Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib və Rusiyanın həm Fransa, həm də Avropa üçün təhdidə çevrildiyini bildirib. Bir çox Avropa liderləri də bu fikirdədir və Rusiyanın ambisiyalarının Ukraynada dayanmayacağına inanırlar. Bu təhlükənin mahiyyəti nədən ibarətdir? threat. Well, they have an assessment of the recent history. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi, 2014-cü ildə Krımı ilhaq etməsi, 2022-ci ildə isə Ukraynanın qalan hissəsinə hərbi müdaxilə kimi Rusiyanın Avropaya qarşı aqressiyasının yaxın tarixinə dair dəyərləndirmələr var və unutmamalıyıq ki, bu 21-ci əsrdə ilk dəfədir ki, bir ölkə digər ölkənin ərazisini hərbi gücdən istifadə edərək ələ keçirir. Buna görə də Avropa Rusiyanı təhlükə hesab edir. Bununla yanaşı paralel olaraq bütün bu hibrid müharibələr, hücumlar, kiber hücumlar, seçkilərə müdaxilə ilə nəticələnən siyasi institutlara hücumlar, sualtı kabellər hücumlar, enerjidən silah kimi istifadə etmə halları var. Bütün bunlar birlikdə Rusiyanın Avropa üçün təhdid olduğunu açıq şəkildə ortaya qoyur. Sual budur ki, onlar bu çağırışı ünvanlamaq üçün addım atacaqlarmı? Present a clear case that Russia is a threat to Europe. The question is, will they step up to this challenge? And you mentioned Siz daha əvvəl Türkiyəni qeyd etdiniz. Türkiyə Ukraynaya təhlükəsizlik qarantiyaları məsələsini yaxından izlədiyini bildirib. Prezident Ərdoğan Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə sadiqliyini vurğulayıb. Türkiyə təhlükəsizlik qarantiyalarının verilməsində bu prosesdə hansı rolu oynaya bilər? security guarantees to Ukraine. Turkey has to have a role throughout this process. Right now, they're one of the only countries that have been able to get Ukrainians and Russians together around the same table. Hazırda Ukraynalıları və Rusları bir masa ətrafında birləşdirə biləcək azsaylı ölkələrdən biridir. Onlar Ukrayna ilə Rusiya arasında balanslaşdırılmış siyasət aparırlar. Amma tarix göstərir ki, Qara Dəniz bölgəsində Türkiyə və Rusiyanın arasında uzun müddətli davam edən rəqabət bəzən bir-biri ilə münaqişə də mövcud olub.
Ona görə də mən Prezident Ərdoğanın Ukraynanın ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı fikirlərini səmimi hesab edirəm və düşünürəm ki, Türkiyə bu danışıqlarda müsbət rol oynaya bilər. The ability to play a positive role in these negotiations.